Salam. Bugün sizə Java FX-də yazı sahəsinin qurulmasını göstərəcəm. Eyni zamanda biz yazı sahəsinin hündürlüyünü və enini təyin edəcəyik. Proqramın kod hissəsinə keçid edirik və əvvəlcədən qurduğum pəncərənin alt istiqamətindən yazı sahəsini qururuq. Text field dəyişənli mətn təyin edirəm. Bərabərdir new text field. Hündürlüyünü set max height ilə təyin edirik. Mətn.set max height 25 təyin edirəm. Enini isə set max width ilə təyin edirik. 250. İndi isə qurduğumuz bu yazı sahəsini border pane-ə əlavə edirik. Mətn. Qurduğumuz yazı sahəsi hazırdır. Proqramımızı test edirik. Açılan pəncərədə qurduğumuz yazı sahəsini görə bilirik. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşərik.